Hər kəsə salam. Mənim adım Qasımov Faiq. Bu günlərim podkastımın birinci epizodundayıq. Mən bundan əvvəl özüm Elnur müəllimin Məhsükən podkastında qonaq olaraq iştirak eləmişdim və fikirləşdim ki, ətrafımda tanıdığım çoxlu bacarıqlı gənc var və niyə də həmin insanlara şans verib onları özümün dialoquna, söhbətinə, podkastına dəvət eləyib onların təcrübələrini digər cavanlarla paylaşmayım. Özüm hal-hazırda Edinburgda kimya mühəndisliyi üzrə 3-cü kurs tələbəsiyəm. Bir çoxunun bildiyi kimi və bəlkə də bəzilərinin bilmədiyi deyim, rektorla işləyirəm orada. Artıq 2 ildən çoxdur. Fərqli proyektlərin üzərində işləmişəm və bu gün birinci qonağım Cəmil Babayev. Xoş gördük. Edərsən? Çox sağ ol. Çox sağ ol Faiq, çox sağ ol ki, dəvət eləmisən. Çox xoş oldu. Mənə də xoşdur ki, sən mənim birinci qonağımsan. Bu Çox sağ ol. podkastı biz açıq deyim biraz elə özüm necə var elə deyim, improvizasiya eləyirik. Çünki mən dünənlərin Bakıya gəlmişəm. Mən də sabah Bakıdan gedirəm. Sən də sabahların Bakıdan gəlirsən. Keçək birinci sualımıza elə onda. Mən bilirəm ki, təhsilini həm Ankarada əvvəl bakalavrda oxumuş, bakalavr Həm səviyyəsində. Bakıda bakalavr, Ankarada bakalavr. Bakıda bakalavr, Ankarada bakalavr və hal-hazırda da İngiltərədə UCL-da magistratura oxuyursan. Bitirmişəm. Tibbi menecment sahəsində səhv eləmirəmsə. Zəhmət olmasa özün haqqında əvvəl auditoriyaya biraz məlumat ver. Hər kəsə yenə də salam. Adım Cəmildir. Mən 2015-ci ildə Tibb Universitetinə qəbul olmuşam, Azərbaycan Tibb Universitetində. Əslində 2015-də mən Tibb Universitetinə qəbul olmaqdan ziyadə bir çox universitetə qəbul olmuşdum Türkiyədə tibbə, amma qərar gəldim ki, Azərbaycanda başlayım təhsilimə. Burada tibb təhsilimi bitirdim, 6 illik tibb təhsilimi bitirdim. Ondan sonra da çox düşünürdüm ki, mən həkim olmaq istəyirəmmi sualı çox ağlıma gəldi. Düzdür, 16 yaşım var idi mən birinci kursda oxuyanda. 16 yaşda artıq qərar vermək ki, mən kim olmaq istəyirəm biraz çətin məsələdir. Hamının çətinliyi çəkdiyi Çox çətinli mövzudur, amma valideyn dəstəyi, valideyn məsləhəti heç peşman deyiləm əslində. Tibb universiteti məzun olduğuma görə heç deyiləm. Çünki mənim indiki işimdə, indiki təhsilim bitirdim, düzdür masterim, amma təhsilim ancaq healthcare ilə bağlıdır, yəni sağlıq sistemi ilə bağlıdır. Bitirdim, ondan sonra qərara gəldim ki, mən ömür boyu həkimlərlə işləyəcəm, amma idarəçisi olsam daha yaxşı olar. Və ona görə də ikinci bakalavr təhsilimi healthcare management üzərində elədim və onu Başkent Universitetində Ankarada elədim. Maraqlı 3 ilim orada oldu. Çox maraqlı idi və ondan sonra da qərara gəldim ki, mən Azərbaycana qayıdım və işləməyə başlayım. Ondan sonra da Union Medical Academy açıldı və o şirkətin təsisçisi oldum və özüm də başa düşdüm ki, yetərincə bilgim yoxdur. Açığı, mənim UCL masterim məqsədi o idi ki, mən daha çox məlumat əldə edim immuno healthcare sahəsində və ona görə də qəbul aldım UCL-dan və Global Healthcare Management fakültəsinə daxil oldum və oranı da bu il bitirdim. Bax, məsələn, sən həm Azərbaycanda təhsil görmüsən öz sahəndə, həm Ankarada, Türkiyədə. Türkiyə tibb sahəsindən yaxşı yerlərdən biri hesab olunur da. Və indi də İngiltərədə öz sahəvin daha advanced səviyyəsini gördün. Sən bu üç yer arasında hansı fərqləri görürsən? Və belə bir sual verir. Məsələn, mənə elə gəlir ki, kifayət qədər bacarıqlı bir insan ki, Ankarada qalıb işləyəsən, amma qayıtdın Azərbaycanda öz şirkəti yaratdın və təsisçi oldun. Buna səbəb nədir? Mən belə deyəcəm, hər təhsillə bağlı bir-iki dənə fikrim var, ağlımdakı fikrim. Azərbaycan Tibb Universitetini mən bura qatmayacağam, çünki bu tibb təhsilidir, bu tam fərqlidir. Çünki mən Ankaradakı bakalavrım healthcare management idi. O healthcare management Ankaradakı təhsilim, sağlıq yönetimi təhsili mənə nizam-intizamı daha çox öyrətdi. London isə mənə sual verdi ki, sən öyrəndiyini necə tətbiq eləyəcəksən? Mənə London ona görə çox maraqlı gəldi. UCL-ın ona görə mən birinci apply eləyəndən qabaq mən belə deyə də biraz böyüyəndən sonra artıq universitet seçəndə belə, okey, reytinqə baxırsan, yalan deməyəcəm. Təbii ki, reytinqə baxırıq, daha yaxşı universitetdə oxumaq istəyirik. Amma mən modullara baxıb universitet seçmişəm. Yəni ümumiyyətlə Global Healthcare Management istəyirdim, amma Global Healthcare Management Imperialda da var idi, Kingsdə də var idi, Warwickdə də var idi və çox yerdə var idi və demək olar ki, hər yerdən qəbulum var idi. Hamısı nüfuzlu universitetlər. Hamısı top-topdur. Yəni hamısı top, ən azı top 50-dir. USA-yı heç düşünmürdüm. Sırf UK-yi düşünürdüm. Görəsən niyə. Və demək o idi ki, bəli, oradakı mən modullara bir-bir baxırdım və ki, bu modul mənə uyğundursa, bu dərslər mənə uyğunsa, mən ora gedəcəm. UCL-dakı olan o dərslər mənə tam şəkildə uyğun idi. Çünki
healthcare-də özümə sual verirdim ki, bu necə olur və bunu mən necə tətbiq eləyəcəm, mən necə işləyəcəm? O sualların cavabı o modullarda tapdım. Və ən böyük fərqi o idi ki, dediyim kimi Türkiyədə təhsil mənə nizam-intizamı və bazamı deyək ki, fundamenti qoydu, amma London mənə sual verdi ki, yaxşı, oxudun, çox sağ ol. Bəs bunu necə tətbiq eləyəcəksən? O çox maraqlı sual idi və sualın da cavabı ancaq işdə və ya internship eləyəndə və ya praktiki dərslər olanda ona cavab verə bilirsən. Mənə elə gəlir ki, ümumiyyətlə təhsilə, məsələn, bizim cavanlar da gedəndə tətbiq çox vacib bir mövzudur. Çünki məsələn, burdan valideynlər mən başa düşürəm, valideynlər uşaqlar üçün ən yaxşısını istəyirlər və uşaqların deyirlər ki, uşağım getsin xaricdə keyfiyyətli təhsil alsın. Amma həyatda hər bir şeylə, yəni ki, sən teoriyanı başa düşəndən sonra sən onu tətbiq eləməlisən. Bəli. Məsələn, mən özüm karate ilə məşğul olmuşam. Karatedə müəllim sənə hərəkəti başa sala bilər. Amma sən o hərəkəti özün eləməsən, yəni sən o öyrənib onu tam dərk eləməyəcəksən. Sən onu neçə dəfə gərək praktik eləyəsən, neçə dəfə mini dəyişikliklər eləyəsən ki, onu görəsən. Səncə bizim uşaqlar xaricə gedəndə əsas səhvləri nə olur? Məsələn, mənlə sənin ortaq cəhətimiz odur ki, məsələn, sənin də əsas podkasta cəlb eləməmin səbəblərindən biri oldu ki, biz ikimiz də səninlə getmişik. Biz ikimiz də 16-17 yaşına işləməyə meyilliyik. Yəni biz onu başa düşürük. Bu haqqda nə deyə bilərsən? Belə deyim, bizim tələbələri mən çox görürəm. Mən Londondan tutmuş, Türkiyədə də oxuyanda gəlirdi 17-18 yaş uşaqlar. Hamıya aid eləmirəm. Çox belə deyim də talent uşaqlar görmüşəm ki, doğrudan talantları var, doğrudan da istedadları var və istedaddan ziyadə öz üzərində çalışmağı bacarırlar. Bu çox önəmli bir şeydir. Tək istedadla heç nə düzəlmir. Mənim istedadım var, bəsdir, oxuyub hər şeyi yada saxlayıram, elə bir şey olmur. O nağıldır. Ən azından onu praktikada görürəm ki, o da həqiqətən nağıldır. UK-yə gələndə, UK-yə biraz gələn uşaqlar biraz daha Türkiyədən biraz fərqlənir hər cəhətdən. Ən böyük səhvləri də deyərdim ki, deyirəm, hansı universitetdə oxuyacaqsan, universitet adını bilir. It's okay. Problem odur ki, oxuduğu şeyi bilmir. Hamıda niyəsə niyə oxuyacağını hamıda niyəsə bilməm bu tendensiyada hamı niyə biznes menecment oxumağı bu da həvəsidir, mənə çatmır. Və həqiqətən bu sual həmişə mənə bir sual verim, yaxşı, biznes menecment, it's okay. Yaxşı fakültədir. Fakültənin bir önəmi var. Fakültədə bir nəsə öyrənirsən, ona bir söz deyə bilmərəm, amma soruşanda ki, nə oxuyursan ümumiyyətlə, yaxşı, sən bunu qurtaranda nə etmək istəyirsən? Həyatda bir niyə oxuyursan? Niyə oxuyursan? Yəni bir oxuyanda bir bax gör niyə oxuyursan da, düzdür? Yəni mən ümumiyyətlə öz universitetimdə mən Türkiyədə oxuyanda düzdür, bakalavr dərsin sənin bakalavrdır. Sən də məndən yaxşı bilirsən, daha yaxşı tanışsan onlardan. Elə dərslər var ki, həqiqətən də lazım deyil. Açıq deyirəm, həmişə bunu demişəm. Açıq dərslər və mən tip tarixi oxumuşam. Mənə o tarix lazımdır. Pis necə lazımdır? Dərs kimi lazım deyil, bir informasiya kimi lazım ola bilər. Hansı bir dərsin içinə onu salsaq, 3 həftə leksiya məsəl üçün ondan olsa, ən azı fikrim olmağa çox əla bir şeydir. Bu dünya görüşdür. Buna bir şey deyə bilmərəm, amma ayrı bir dərs almağa mənə o qədər də düzgün gəlmir. Vaxt itkisi mən xoşlamıram. Bakalavr dərslərimizdə Türkiyədə oxuyanda 64 dənə bizim dərsimiz var idi in total. Too much, değil mi? Yəni слишком много. Və ona da fikirləşirdim ki, yaxşı 64 dərsimiz var, lap yaxşı. Bəs bu dərsin neçəsi önəmlidir? Neçəsi mənim həyatımda mənə nəsə verə biləcək? Saysam 30-dan çox deyil. Amma niyə Başkenti və ya Türkiyədə o təhsili mən çox sevirəm? Çünki o qədər fundamentimi bərk qoydu ki, mən Londona gələndə belə, UCL-ə belə gələndə, mən deyirdim ki, UCL-dir, top 7, top 9 universitetlərdən biridir. Fikirləşirdim ki, çətin olar bəlkə və ya çətinliyə qorxandım deyil. Naborda həmişə özümü çətinliyə atmışam ki, konfor zonundan çıxanda ümumiyyətlə insan daha çox inkişaf edir. Konfor zonunda oturanda bu inkişaf da mümkün deyil. Heç nə də düşünə bilmirsən. Qorxurdum ki, görəsən necə ola biləcək də. Amma ilk dərslərdə, ilk layihələrdə gördüm ki, yox, bu həm Türkiyənin təhsili, həm öz üzərimdə işləməyim bəs elədi ki, mən orada yaxşı bir qiymətlər alıb o universiteti bitirim. Heç bir problem yaşamadan o universiteti bitirim. Ona görə də məncə bizim uşaqların, sənin sualının cavabı, o uşaqların ən böyük səhvi nə oxumaqlarını bilməyə xaricə gəlirlər və xaricdə ən azı birinci ili gəzirlər. Oxumaq deyə bir şey ümumiyyətlə olmur. 90% tələbələrdə. Bunu heç utanmadan deyərəm ki, 90% tələbə. Əsas da UK-də. Əsas da UK-də, bəli. Bəs ikinci də ildə bakalavra deyirəm. İkinci də ildə yaxşı olar deyərək, yaxşı olacaq deyərək yavaş-yavaş yola verirlər. Oxumağa başlayacağam, fikirləşməyə oxumağa başlayacağam, amma bu biraz gec olur. Gec olmur. Diploma hamı ala bilər. Mən həmişə demişəm, UK diplomu var, halaldır. Mən deyə bilmirəm halal. Neynəmirsən orada diploma ala-ala? Yəni biz orada onu görmüşük deyəndə. Yəni mənə gəlməyin. Mən həmişə deyəndə ki, kimsə mən UK-yə qəbul oldum, mən 2 ilə 3 ilə qurtardım universitetə, gəldim Bakıya.
Ödə hamının fikri var. Elə bil ki, UK-dən Bakıya gələndə bunlar ən yüksək vəzifələrdə işləməlidirlər. Bu niyə belə bir tendensiyya mən onu da başa düşmürəm. Və həmişə bir söz demişəm. Sən bilməlisən ki, sənə işçi niyə dəyər verməlidir? Sənə iş verən adam sənə niyə dəyər verməlidir? Sən Sən o onun adama işinə nə nə gətirir, qatırsan? nə qatırsan? Ona Təbii pul ki. qazandırırsanmı? Ona bir value verirsənmi, Value, yoxsa düz, vermirsənsə, təbii ki, sənə iş yoxdur. Heç kim heç kimə borclu deyil. Bunu başa düşsək, yəni cavanlar bunu başa düşsək, cavan da özümüz cavanlar, prosta ümumiyyətlə deyirəm. Yəni cavanlar bunu başa düşsə daha çox uğurlu olarlar deyə düşünürəm. Ümumiyyətlə pul qazanmanın əsas, yəni məsələn, indi biz Cəmillə ikimiz də bu yaşda uje mənə elə gəlir ki, yaşlarımıza baxanda kifayət qədər pul qazanmışıq. Ona görə ən azından öz adımdan danışacağam ki, pul qazanmağın əsas prinsipi ondan ibarətdir ki, sən pulu nəyinsə əvəzində al, işin əvəzində alırsan və işin əvəzində pul almaq o deməkdir ki, sən işin bir faydası var da. Yəni sən əgər işlədiyin yerə bir fayda gətirmirsənsə, sən oradan pul qazanmamalısan onsuz da. Yəni ki, sən faydanın əvəzinə pul qazanırsan. Və mənə elə gəlir ki, indiki cavanların problemlərindən biri odur ki, düzdür, sosial medianın da buna çox böyük qatqısı var. Amma əsas problemlərdən biri odur ki, cavanlar baxır ki, hə, nə bu getdi kriptocoin aldı, birdən-birə partlatdı, pul qazandı. Yəni tradinglə, day tradinglə məşğul olurlar, pul qazanırlar. Yəni gedəcəm özümə bir dənə rahat Shopify store açacağam, hamı kimi mayka satacağam, pul qazanacağam. Yəni elə olmur da. Elə deyil. Yox. Mən rektorla işlədiyim vaxtı bir dənə yadıma salsam, mən onunla başlayanda faktiki olaraq əlimdə heç nə olmayan birinci kurs tələbəsi idim. İngiltərədə də birinci kursa gedən, yəni 99% tələbənin əlində heç nə yoxdur. Mən neynədim? Mən baxdım ki, orada məsələn requirement 4-cü kurs tələbələri idi, yəni master tələbəsini istəyirdi. Mən götürdüm, tək adam idim ki, özüm sonra mənə intervyuda qayıt dedi ki, tək adamsan ki, ağlına gəldi ki, məni götürsün özü yazsın. Hamı getdi HR-dan apply elədi. Mən götürdüm özünü araşdırdım, maraqlandım, e-mailini tapdım, götürdüm özünə. Gecə saat 12-də zəd yazdım. Sonra səhər məni intervyuya dəvət elədi. İntervyuya da gedəndə mən onun haqqında o qədər məlumat oxumuşdum ki, hər şey onun haqqında bilirdim. Girdim intervyuda belə, yəni ki, intervyudan sonra belə məsələn heç fikirləşmirdim də ki, yanına düşərəm. Amma nə oldu? İntervyu vaxtı mən baxmadım ki, yəni bu adam rektordur. Mən özümü sıxılmadım. Mən rahat idim. Dialoqa çevirdim. Danışmağa başladım ki, görüm bu işdən nə istəyir. Yəni ki, bu doğrudan məndən nə istəyir? Mən bu adama kömək eləyə bilərəm ya yox. Və intervyudan da sonra mənim 1-2 gün deadline-ım var idi də, cavab alana qədər ondan. Getdim, oturdum, özüm onun üçün bir dənə mini paper hazırladım, araşdırma apardım ki, mən bu insanın problemlərini necə həll edə bilərəm. Və onu ona göndərdim. Bu adam da baxır, istərsən başa düşür ki, yəni bu adam mən buna işi verməmiş, bu oturur işi görür mənim üçün. Ondan sonra da məni işə qəbul etdi. Yəni ki, belə məqamlar əslində çox vacib rol oynayır. Mənə elə gəlir ki, uşaqlar fikirləşirlər ki, nəyəsə layiqdirlər, amma xaricə əsasən gedirsinizsə, orada heç nə, prosta orada oxuyursunuz, yəni heç nəyə layiq deyilsiniz. Bəli, məncə də. Yəni ki, bu məqamı nəzərə alsalar yaxşı olar. Yəni uşaqlar məsələn biz indi deyirik, xarici oxumağa getmək də mənasızdır. Yəni səncə uşaqlar nə etməlidirlər? Məsələn biz 16 yaşımızda da bilmirdik də. Mən məsələn bilmir, başa düşmürəm. Kimya mühəndisliyi fikirləşdim ki, neft sahəsinə gedib düşə bilərəm. Ona görə seçdim. Amma gəlib rektorla işləyəcəyimi və ya Manchesterdan Edinburgha köçəcəyimi bilmirdim. Sən də mənə elə gəlir ki, Ankaraya, ATU-ya girəndə sonra Ankaraya gedəcəyimi, sonra UCL-a gedəcəyimi bilmirdim. Təxmin elə bilirdim. Yəni səncə 16 yaşındakı gənc nə etməlidir? 16 yaş elə yaşdır ki, Faiq, biz də 16 yaşda olmuşuq da. Biraz fikirlər dağınıq olur. Oğlan uşağı. Çox fikir dağınıq. Mən gəzmək istəyirəm, mən saat 11-də evə gəlmək istəyirəm, yox mən saat 2-də evə gəlmək istəyirəm və bir çox fikirlər var da. Mən özüm də o yaşda olanda da dərsi çox fikirləşirdim. Bizdə valideynin dərs dəstəyi çox var idi evin içində. Yadımdadır, mən 4 alanda bizim evi qırğın idi, açıq. 4 necə ala biləcəm, belə bir şeylər var idi. 4-cü qrupa hazırlaşırdım mən, 4-cü bu tibbə. Mən 11-də oxuyanda IELTS-ı da vermişdim. YOS-dan 99 yığmışdım. SAT vermişdim və DQDK vermişdim. Bu bir il içində oldu. Gəzməyə vaxt yox idi səndə. Gəzməyə də oradan vaxt yox idi. Amma yenə də tapırdım. Yaş azdı deyə enerji o qədər çoxdur ki, adam deyir ki, yox, dərs oxudum, çıxım biraz şöyle gəzim görüm nə var. Hə, gəzmədən qalmaq istəyirəm. Hə, gəzmədən heç vaxt qalmaq istəyirəm və bunu başa düşürəm. Bu çox normal bir şeydir. Bu insanın sosial həyata tələbatıdır. 100% olmalıdır. Yəni evin içində oturub psixolojisi pozulmaqdansa lütfü getsin daha yaxşıdır. Tək gənclərdə yox, mən bütün insanlar bunu görürəm. Həm iş yerlərində və hər yerdə prioritetləri çox səhv qoyuruq. Bir fikir, mən həmişə bir işi görəndə məndə
bir bloknot alır və bloknota yazıram. Prioritetim budur. Birinci bunu eləyəcəm, sonra birisini eləyəcəm usta. Uşaq vaxtı belə məndə də evdəkilərdən həmişə bu məsləhət var idi ki, Cəmil, prioritetləri düz qoysan, sən heç hər şeyi çatdıracaqsan onsuz da. Uşaqlar nə etməlidir sualına fərq. Mənim fikrimcə o valideyn dəstəyi çox önəmlidir 16 yaşda. Məsələn, mənim atam 16-17 yaşım olanda, atamla anam hər ikisi də mənə imkan vermədi mən gedim xaricə. Çünki çox belə deyirlər, bu gün uşaq idim. Gəzməyi xoşlayırdım, oxumağı çox sevirdim. İndi kimsə birdən xətrinə dəyər ki, rusca danışırıq. Qanlı qaynayan uşaq idi. Cəmil də mən də eləyik ona görə. O sözü çox xoşlamışam özümə qarşı. Elədir. Çünki sən adam düşünür ki, yaxşı mən evdə oturdum, dostlarım axı gəzir, uşaq vaxtı onu düşünə bilmirsən. İndi mənim dostlarım yaxandakı gedək arada oturaq yeyib içək, gedək restorana, deyirəm yox. Niyə yox? Çünki mən işdən gəlmişəm saat 9-da, mən o qədər yorğunam ki, mən yatmaq istəyirəm, başa düşdün? Amma qabaq mən 3 qat daha yorğun idim, amma yenə də gedirdim, yenə də elə bil ki, içimdə hiss var idi ki, yox, mən biraz da gəzim, 1 saat da gəzim də, sokum çıxana qədər gəzim, elə gedim yatam. Amma indi uşaqdan böyüyəndə deyirəm də, prioritet o qədər sərt qoyuram ki, özümə. Biraz var. Yalan deməyəcəm. Heç yaşıma uyğun deyiləm, bilirəm. Və uşaqlar nə etməli sualda məncə valideyn dəstəyi almalıdır. Əgər valideyn dəstəyi olmasa bir Azərbaycanda belə bir xidmət də yoxdur. Həmişə ağlıma gəlirdi ki, niyə bir advisor yoxdur ki, həm valideynin yanında bir valideyn uşaq və o advisor bir yerdə olsun, advisordan məsləhətçi, advisor bu arada. Məsləhətçi nə mənada? Yəni ki, konsultant kimi olsun. Hə, konsultant kimi olsun ki, hə, belə getmək məsləhətdir, burada qalmaq daha məsləhətdir. Və ən böyük problem nə oxumağa, nə oxuyacam və kim olacam sualı verəndə mən gedirəm ekonomika oxumağa. Okay, əla. Bir şey demirəm, ekonomika əla sahədir. Nə olmaq istəyirsən, bilmir. Tələbələrin 95% beynəlxalq münasibətlər oxuyur. Yaxşı, ayar çox gözəl sahədir, çox lazımlı bir şeydir, əla. Amma hamı gedib diplomat ola bilməz. Və hamı, yəni qısaran deyirəm, mən diplomat olacağam. Lap yaxşı, ol. Valla mən ancaq sevinərəm, amma niyə sən? Niyə imенно bu sahə? Başqa bir şey düşünmədinmi? Niyə fərqlənməlisən? Və oxuduğu da şeydir. İmtahandan oxumaq olmur. Elə oxumaq olmur. Universitet həyatı biraz adaptiv olmağı bacarmaq lazımdır. Çox. Düşünmək, analiz, strategiya, həm dərslərində, həm çölə çıxmağında, həm management baxımından çox önəmli bir şeylərdir və o həyatı mənə çox şey öyrətdi əslində. Amma uşaqlar nə edəsidir sualına məncə düşünməlidir ki, mən nə istəyirəm. O sualın cavabını tapsalar, onlar burada da oxuyarlar. Mən Azərbaycan Universitetini də sevirəm. Ada Universiteti var, Sokarın Universiteti var, elə Tibb Universitetinin özü var. Çox yaxşı universitetlərimiz var. Yəni mən adada da özdə çox vaxt keçirdim. Sən keçirmisən vaxt. Ona görə yəni mənim qardaşım adada oxuyurdu. Mən adanın bu qədər yaxşı olacağını gözləmirdim. Mən onu deyərdim ki, bir çox şeydə xarici universitetlərdən qabaqdadır. Yəni UK-dəki universitetlərdən dəqiq qabaqdadır. Nəyə görə? Yəni ada uşaqları tərbiyə edir. Mən də məsələn Bakı Ali Neft Məktəbi haqqında və ya ATU haqqında kifayət qədər danışa bilmərəm, çünki orada olmamışam, görmədiyim şey haqqında deyə bilmərəm. Amma yəni Azərbaycanda ada faktiki olaraq. Yox, Ada Universiteti Azərbaycanın yaxşı universitetlərindən, nüfuzlu universitetlərindən biridir. Ona bir söz deyə bilmərəm. Bir dənə söz deyəcəm. Hər universitetin öz dezavantajı var. Hər universitetin öz zəif nöqtəsi, zəif yeri var. ATU-nun da var, Sokarın da var, bəlkə də Adanın var. Mən Adadan çox danışa bilməm, amma ATU-dan çox danışa bilərəm. Amma yenə dediyim kimi, tələbə var ki, pis universitetdə elə bir tələbə olur ki, adam deyir ki, 5 dənə Harvard tarsam onun kimi ola bilmərəm. Adam da var gedir Harvarda və orada heç nə elə bilmir. Ona görə bu çox individual və çox fərdi yanaşma ilə bağlı olan bir şeydir. Ona görə də deməyim odur ki, uşaq 16-17 yaşda nə istədiyini bilsə, Bakıda da oxuyar, Gəncdə də oxuyar, başqa bölgədə də oxuyar və gedib yenə çox uğurlu bir şəxs olar. Bu kesinliklə belədir. Universitet hər şey dəyişmir. Bacarıqlı deyil. Çünki biz özümüz də səndən bilirik ki, məsələn UK-yə gələn bir çox tələbə nəyə görə gəlir ki, valideynimdən qaçım, azad həyat yaşayım. Həyat yaşayım. Məsələn, mən gəzim. O baxımdan rahat idim ki, mənim evdəkilərlə problem yox idi. Mən bilirdim ki, mən Bakıda da azadam. Yəni belə deyim, Bakıda da istədiyimi eləyə bilərəm və valideynlərimdən ona görə utanmıram. İngiltərədə gəlib eyni şeyləri edirəm. Yəni mən İngiltərəyə gedəndə həyat tərzim çox dəyişdi deyənmərəm. Tək də dəyişən nə oldu? Hə, indi yaş artdıqca istərsən işləyirsən, dostların artır, fəaliyyətin artır. Amma deyim ki, mən məsələn İngiltərədə Bakıda eləməyəcəyim bir şey edirəm və Bakıda eləməyəcəm, gəlib İngiltərədə edirəm. Elə bir şey yoxdur. Mən eyni azadlığı yaşayıram və burada məsələn nöqsan valideynlərdə də var ki, uşaqlarla səmimi ünsiyyəti qura bilmirlər mənə. Bəli, o da problemdir. Burada əslində valideynləri də qınamaq istəmirəm, çünki 2 dənə dövrün toqquşması gedir indi. Onlar Sovet dövründə o hər şeyin ay təhlükəlidir, ay bəlkə aldadarlar, ay bəlkə belə olar. Hər şey qorxu hissləri içlərində var da, yəni məncə sən də evdə görmüsən, mən də.
Mən görmüşəm. deyənə qədər görürəm. Mənim 27 Hə, yaşım var. yəni ki, Mən deyək kimi görürəm. ehtiyatlı ol, Ya, belə elə, inanırsan elə. qabaq bu 21-22 yaşım var idi. Saat 11, 12 həmişə yığırdılar ki, Cəmil hardasan? Gəlirəm. Cavabım həmişə gəlirəm idi. Hardayım demirəm. Ya gəlirəm də, yəni yaxşı olacaq. 27 yaşım olacaq 2-3 aya. Günün bu günündə saat 12 olur. Mənim atam yatmayacaq. Gözləyəcək ki, Cəmil evə gəlsin. Özüm utanıram ki, siz yatın ki, mən də bir gedim uşaqlarla bir oturum da. Yox, mümkündür. Bunlar yatmayacaq, bunlar mənə gözləyəcək ki, yox Cəmil, sən gəl ondan sonra. Bu mənim üçün valideyn sevgisi, ondan önəmli həyatda heç nə yoxdur. O mənə motivasiya çox verir həqiqətən. Yəni arada bir olur, mən UK-dəyəm, işə gəlirəm. 4 saat fərqimiz var da. Mən saat 7-8-də işdən çıxdım, evə gəldim, yemək bişirdim, yedim. Saat 9-10 yarısı, evdə saat 2-də axı, yatırlar da. Arada bir yazaram mama görə ki, küsmüşəm. Aslında mən niyə yığıb deməmisiniz ki, Cəmil gəldin, çatdın yoxsa sən adam ona öyrəşəndə, adam o qayğıya, o diqqəti öyrəşəndə və o çox gözəl bir şeydir. Çünki insan özünü dəyərli hiss eləyəndə ən azı valideyn qarşısında ki, zaten bilir ki, dəyərli yox heç. Amma onu hiss elətdirəndə valideyn o adama çox 2 qat yox, 50 qat motivasiya verir. O çox önəmli bir şeydir. Ümumiyyətlə valideynlərin, yəni burada əgər bizə baxan valideynlər varsa, bilmirəm. Yəni baxırsa lap yaxşı, amma sizin qatqınız çox böyük. Çox böyük. Yəni ki, mənə elə gəlir ki, valideynin özünün davranışı ilə uşağa nümunədir. Bəli. Məsələn, mən atamı balaca uşaq olandan işləyən görmüşəm. Yəni ki, bu adam səhər, mənim papamın da sözü var, rusçadır düzdür, amma mən yenə də deyəcəm. Счастливый мужчина это тот, кто раньше с утра торопится на работу и вечером торопится к семье домой. Правильно. Yəni mən də atamı elə görmüşəm. Yəni bu adam səhər tezdən tez çayını içir, işə gedir, əlindən gələn orada yer. Mən atamla işdə çox da vaxt keçmişəm, ona görə orada öz gözümlə görmüşəm. Sonra da axşam gəlir evə ailəsinin yanına. Ailəsinin yanına gəlir, uşaqlarına vaxt ayırır, uşaqlarına baş salır. Ona görə valideynlər baxırsa sizdə burada böyük bir məsuliyyət var. Yox, valideyn məsuliyyəti çoxdur bu nöqtədə. Bir uşağın düzgün böyüməsi, düzgün düşünməsi valideyndən çox şanslıdır. Konsultasiya sən hər nə qədər professional adama baxırsan, bax onun marağı nədir? Onun da marağı səni onun danışdığı məsələn universitetlərə göndərməkdir və ya həqiqətən özünün maddi marağı var da, sən ona uşağın qayğısına sənin qədər baxmayacaq ki, düzdür? Bəli. Belə məqamlar var. Sənə başqa belə bir sual verim. Mənim özüm üçün çox böyük fərq eləyən bir şeydir bu məsələn UK-də. Səncə ingilis və ümumiyyətlə xarici millət tələbələrlə bizim tələbələrin arasındakı fərqlər nədir? Səncə bizimkilərdə çatışmayan cəhətlər hansılardır onlara müqayisədə? Onlara baxanda məsələn onların çatışmayan cəhətlərini də bilirəm. Məsələn onlar bizim uşaqlar çox sıxdılar, onlar dəhşət rahatdılar. Amma məsələn əksi baxımdan nə deyə bilərsən? Mən sənə razıyam. Bizimkilər çox sıxdılar, onlar çox rahatdılar və bu məncə mindsetdən, biraz mentalitetdən irəli gələn bir şeydir. Bizim Azərbaycanlı uşaqların ən böyük problemi Azərbaycanlılardan başqa heç birindən dostluq eləməməkdir. Və bu mənim üçün bir problemdir. UK uşaqları, UK deməyək, başqa millət uşaqları görürəm ki, onların bir qruplaşması var. Hər universitetdə qruplaşma necə olursa, ümumiyyətlə UK-dən danışırıqsa, orada hər millətdən dostluqlar var. Amma bizimkilər elə bir görürəm ki, Azərbaycan səsi eşidən ki, deyirəm ki, bu bizimkilərdir. Rahatçılıq axtarırıq. 15 nəfər Azərbaycanlı durub bir şey demirəm. Birlik gözəldir, birlik əladır. Bizim səfirliyimiz var da orada. Nə tədbir olur çalışıram, ən azı çalışıram gedim. Özdə yaxşı, çox gözəl tədbirlər var. Çox çalışıram ki, həmişə gedim, iştirak edeyim. Amma ən azı dilimizi, ingilis dilimizi inkişaf eləmək istəyirsinizsə, bir xaricilərlə oturub durmaq çox önəmlidir. Çünki mən o çətinliyi çəkdim biraz necə? Mən işləyən yerdə hər kəs ingilis olduğuna görə, sən British accent olduğunu bilirsən də, ingilis dilini bilə bilərik. Amma o aksentlə danışmaq və artıq ingiliscə düşünmək və işi görəndə sən anidən cavab verməlisən, anidən kömək eləməlisən, anidən servis göstərməlisən. Və düşünürsən ki, oyda, mən Azərbaycan dilində düşündüm və bunu tərcümə eləyənə qədər tormozlaşır da adam başa düşdün. Və ona görə də adam deyir ki, gərək vaxtında mən ingilis dilli uşaqlarla deyək, danışsaydım çox daha yaxşı olardı. Bizim uşaqların minusunu deyim, plusunu da deyəcəm. Pluslarımız da var. Mən sənə açığı bu mənim fikrimdir. Bizim millət çox ağıllı millətdir. İndiki sistemi çox da dərindən bilə bilmərəm, amma 2015-də, 2016-da biz TQTK verəndə o qədər çətin bir sistem idi ki, 600+ bal yığan adama biz deyirdik ki, o da çox ağıllı uşaqdır. Bu yəni ağılsız adam 600+ bal yığıb imkansız idi. Bu mümkün deyil. Və hələ də ona inanıram ki, 600 kimsə plus bal yığıbsa mənim üçün o nəsə bir unik bir şey vardı. Bu adam nəsə var. Həmişə onu demişəm. O ki qaldı fərqlərimizə, biz onlardan ağıllıyıq. Yəni 90% hallarda bizim uşaqlar daha ağıllıdır.
bizim uşaqlar bu ağılı səhv yerdə istifadə etməyə problemdir. Problem odur ki, o sən demişkən, Bakıdan gəldim, gəzim, kluba gedim, o hər şey Birdən-birə gözəldir. azadlığa düşürlər deyəndə, O problemdir. adam istər-istəməz şey olur Problemdir, ki, bəli. ayda mən bunları gedim görüm də. Hamı Bəli. gedir, mən geri qalmaq istəmirəm. Bəli, bəli. Bir Və də qınamıram. qınamıram, amma məsləhət də görmürəm. Doğru. Çünki mən ətrafımda o tip uşaqların necə qurtardığını da görmüşəm. Yəni o 3 il sonra o 3 ili qaytarmaq olmur. Yəni ki, həyat da oradan da bir dənədir. Məktəb dövründə mənim yadımda nə yaşamışamsa odur da. Yəni həyatda 3 şey dəyişən məsələn, biri keçmişindir, biri həqiqətdir, biri də ki başqa insanı dəyişənməz. Ona görə bu şeylər baxımından ehtiyatlı olun. Yəni Məncə ki, o gəzməkdən heç vaxt doymaq olmur. Yəni ki, Düzdür, kimsə o. fikirləşsə ki, mən 1 il gəzəcəm, ondan Mümkün sonraki 2 il oxuyacam. Yox, deyil. O işləmir. Bəli. Mən məsələn nə edirəm, açığı deyim, mən həddindən artıq çox vaxt işləyirəm. Yəni ki, idmanımdan da qalmıram, işdən də qalmıram, tədrisimdən də çalışıram, qalmayıb. Amma tədrisə açıq deyim, yəni bu 3 şeydə 3-cü yerə qoymuşam. Mənim hal-hazırda elədir. Gəzməkdən də qalmamaq üçün nə edirəm? Bu 3 şey eləyəndən sonra nə qədər boş vaxtım varsa gəzirəm. Yəni gəlib evdə oturub boş-boş Netflix-in təzə çıxartdığı hansısa mənasız seriallara baxmıram da. Düz eləyirsən. Mən Yəni sənə ki, təbii. çıxarım dostlarımla gəzirəm. Axşamlarımı çalışıram o 10-11-dən sonra ayırım uşaqlarla gedim dostlarımla oturum gəzim. Çünki bir şey də yaddan çıxartmaq lazım deyil ki, çox işləmək də bir şey deyil. Burnout deyilən bir şey var. Və burnout olanda məsələn o exam periodlarında məncə hamı hiss eləyirdi. O 1-2 həftə sən ancaq dərs adamın beyni ucu yanır konkret, yəni ki, bilmirsən nə edəsən, ucu canını qurtarmaq istəyirsən. Ona görə istər-istəməz gəzməyə də vaxt ayırmaq lazım. Mən demirəm gedin oturun oxuyun. Yox. Çünki cavanlıq da bir dənədir. Sonra uşaqlarınıza danışmağa nəsə məmrləriniz olsun, həyat təcrübəniz olsun. Sənin bizim uşaqlara gəlincə sənin dediyin məqamlardan biri ki, bizim uşaqlar ağıllılar. Bizim uşaqların problemlərindən biri də odur ki, bir var street smart, bir də var book smart. Mənə elə gəlir bizim uşaqlar və əsas da ailənin çox kontrolu altında olan uşaqlar book smartdırlar. Yəni ki, dünya görüşləri var, təhsilləri var. Amma həyat təcrübələri yoxdur deyənə, o İngiltərədə gələn başqa xarici tələbələri görürlər və birdən-birə çaşbaş qalırlar. Elə bilirlər ki, sırası onlar kimi qeyb ola bilərlər. Yəni ki, gedəcəm, bunlara sırası adaptə olacağam. Bu bizim uşaqlar başa düşmür ki, sənin getdiyin uşaqlar o həyat tərzi ilə yaşayırlar ömür boyu. Elə böyüklər. Hə, yəni ki, sən gedib birdən-birə elə olsan, sənin üçün o iki fərqli dünya arasındakı dağıntı olacaq da, elə bir sən tamam balansı bitirəcəksən. Uşaqların başqa bir dənə problemindən də onda danışaq. Özgüvən və networking skillləri. Mənə elə gəlir ki, Azərbaycanlı uşaqların bu street smart ilə gəlində, mən street smart nə deyirəm? Məsələn, xarici tələbələr çox rahatdılar, ünsiyyətçidirlər. Bizim uşaqlar əsasda indi sən istisnasan, sən tibbi oxusan da çox qaynayan uşaqsan da. Mən yəni yaxşı mənada deyirəm onu. Amma mən bir çox halda fikir vermişəm ki, o dəhşət çox oxuyan uşaqlar gəlirlər. Edinburghda məsələn eləsi çoxdur. Mən daha çəkməyəcəm. Amma gəlir və yəni ünsiyyət qura bilmir və konfidensi aşağıdır. Sən məsələn sənin konfidansın yuxarı və mənə elə gəlir ki, sən confident bir insansan da, özünə güvənən bir insansan. Səncə nəyə görə yuxarıdır və sənin networking skilllarını inkişaf elətdirməkdə sənə nə kömək eləyib? Məncə belə başlayım. Mən utancaq uşaq olmamışam heç vaxt. Heç vaxt heç nə utanmamışam. Həmişə sualım olanda vermişəm və danışmağı çox sevmişəm. Yəni bu irəli gəlir 16-17 yaşlarından. Yəni o xüsusiyyət deyək də, xasiyyətmi deyək, xüsusiyyətmi deyək, o vaxtdan var. Və heç vaxt o problem yaşamamışam ki, mən kimləsə sual verməyə utanım və ya kimləsə tanış olmaq istəyirəmsə, ay yox, mən tanış olmayım. Yox, birdən mənə deyir. Mənim heç vaxt belə sualım olmayıb hər cəhətdən. Məncə onu artırmaq üçün daha çox konfranslara getmək çox önəmlidir. Yəni UK elə bir yerdir ki, yəni UK məncə elə deyir. Networking eventləri doludur. Yəni ondan başqa heç nə yoxdur zaten. Ölkədə ondan o Kofe qədər içmək üçün ürəklər gedir. Yəni hə, yəni ona qədər heç nə yox. Yəni o qədər eventlərə qatılmışam ki, yəni sayı hesabı yoxdur o eventlərin. Nə event görürdümsə, sıraca mən oradaydım. Heç gözləmirdim ki, elə event var idi, hər getdiyimdə o qədər mənasız idi ki, mənim heç bir dəxlim yox idi ora. Enerjidən danışır, mən də oturub healthcare-dən baxıb danışıram ki, bilməm nə danışır. Amma okay, prosesum okay, thanks. Amma nə edirdim? Oradan da belə çıxanda kimi görürdüm, prosta yaxınlaşırdım ki, salam.
Mən burada Hər şey oxuyuram. salamdan Hər başlayır. şey orada başlayır. Yəni bir ünsiyyət necə açılır ümumiyyətlə? Bir-iki insan bir-birini görür, sual verir ki, sən kimsən, düzdür? O sən kimsən sonra hər şey başlayır da onsuz da düzdür. Və həmişə düz deyirsən, mənim tanışlarım da çoxdur. Onları da aparmışam bir dəfə eventə ki, gedə bir yerdə. Başım getdi. Deyirəm Bunlar gedib üçün şok olurdu. dedilər ki, Cəmil, bəs yaxşı mən bundan danışmaq istəyirəm, necə danışım? Mən də belə qalmışam ki, mənim sualım ümumiyyətlə qəribə gəlib ki, necə danışım? Necə, Gedib danışacaqsan da. Yəni bu Təbii ki. bunu niyə düşünəsən ki? Mən ümumiyyətlə bir şey düşünəndə məndə həmişə o Overthink problem olur. eləməyə başlayanda Overthink eləsəm, mən o rahatçılığım heç vaxt olmayacaqdı. Amma mən improvizasiya eləyəndə bu hər şeydə belədir. Даже dərslərdə project work verəndə belə. Mən həmişə çalışırdım ki, improvizasiya ilə gedim. Nəyisə hazırlaşanda həmişə istədiyim kimi getməyəcəyinə görə bilirəm ki, getməyəcək də. Onu sonra deyirəm ki, o özümü şey edirəm ki, yaxşı mən buna hazırlaşmışdım, amma niyə eyni olmadı? Ona görə də məncə ən yaxşı bunun yolu praktikadır. Ancaq praktikadır. Praktikada nədir? Eventlərə qoşulmaq, konfranslara getmək, ümumiyyətlə ünsiyyətçil olmağa çalışmaq. dostlarınla çox danışmaq. Bu indi görürəm, qabaq bizdə yenə də mən elə danışacağam ki, mən 75 yaşım var, elə deyil. İndi belə mən uşaqlarla görüşəndə görürəm ki, hamı telefondadır. Deyirəm ki, uşaqlar, telefonunuzu qoyun qırağada, valla məndə də var. Hamıda var da, bu telefonları qoyaq qırağa, bir danışaq görək nə var, nə yox, nə fikirləşir, həyatda nə var, nə gördünüz, nə maraqlı bir şey oldu. İnsan necə böyüyə bilər? Ünsiyyətçil var orada. Yəni Paylaşmaqla ki, da, biz natural informasiya da. olaraq Yəni ünsiyyətçilik yəni. o var bizdə. Şükür ki, o var. Amma o olmayan insan deməlidir ki, yox, mən sakit adamam da, panaturiya. Mən Prosta onu gələ özünə inandırmayasan da. Çünki Hə. İngiltərədə və ya böyük şəhərdə Bakı da əslində industrial baxımdan böyük şəhər şəhər, hesab bəli. olunur. Yəni ki, burada şəhər qaynayır. Bəli. Şəhər dayanmaq bilmir. Bakı kimi, London kimi şəhərlərdə sən qeyri-ünsiyyətçiləm deyənməsən, sən gəl özünü göstərəsən. Və indi elə bir dövrdür ki, sosial medianın olduğu bir dövrdür. Sən mən utanıram deyib geridə qalan məsələ. Yəni ki, təvazökarlıq çox gözəl bir şeydir. Mənim sözüm yoxdur. Məndə o qədər də alınmasa da. Mən bir şey deyənmərəm. Təvazökar olmaq lazımdır, amma ki, yəni sən özünü də müəyyən qədər göstərməlisən də. Yəni ki, mən buyam. Çünki sən onu eləməsən, səndən daha az bacarıqlı bir insan gələcək, Bəli. sənin yerini qapacaq. Çünki onda prosta utanmaq Bəli. hissi daha azdır. Onda təvazökarlıq daha azdır. Bəli, mən də tam razıyam. Elə özümüzü nümunə gətirin. Biz səninlə bu günlərin birinci dəfə görüşürük. Biz Bəli. faktiki olaraq Fərid ortaq dostumuzun Hə. vasitəçiliyi ilə tanışıq. Bir-iki dəfə telefonda danışmışıq. Bu gün gördüklərimizin hamısı böyük bir improvizasiyadır. Hə, bu hamısı Yəni ki, improvizasiyadır. Həqiqətən. Mən bir dənə də suallardan oxumamışam. Bəyanlar heç nə planlaşdırdım. Ünsiyyət belə gedəndə də adama da özünə xoş olur. Çünki nəyisə hazırlaşanda bilirsən də bu elə bil ki, dərs hazırlaşmışam, gəlmişik süni olacaq da. Yəni ki, Amma bu dəqiqə birimizə hansı bir sual versək, o suala mən də ləzzətlə cavab verəcəm sən də və qulaq asanda da belə olur, eyni şəkildə. Məncə də daha. Bəs sənə yaxşı, bəs sənə network skill sənin necədir? Sən nə fikirləşdin bu barədə və Edinburgda sənə necə kömək elədi? İş tapmaq, məsələn sən dedin ki, mən iş tapdım da, düzdür? Bəs iş tapmağın da böyük önəmi o idi ki, sən social idin. Yəni sən o rahat bir şəkildə eləyə bildin, yaza bildin, tapa bildin emailini. Bu hamısı o da bir məncə o skillsin içində getməlidir məncə. Və o haqqında məlumat versən. mən belə deyim, mən deməzdim ki, mən məktəb vaxtı həmişə çox social və çox belə ünsiyyətçil biri olmuşam. Mən həmişə o bacarığım olub ki, lüboy insanı mənim qabağıma qoy, mən o insanla danışdırıb ondan ən introvert insanı belə mən danışdırıb ünsiyyətə sala bilərəm. O insanda o şey sual yaranacaq. Uy da mən belə haçandan mən belə danışan biri olmuşam. Networking-ə və insanlarla ünsiyyət qurmaq bacarığına gələndə əsas şeylərdən biri odur ki, yaxşı qulaq asmağı bacarmaq lazımdır. Çünki sən insanla məsələn, iş görüşlərinə gedəndə sən oturursansa, sənin dərdin insana özün haqqında danışmaqdırsa, o insan onu sразу başa düşəcək. Yəni ki, o enerji ümumiyyətlə sразу hiss olunur. Məsələn, amma sən gəlirsən və sən insana sual verəndə, sən doğrudan da maraqlanırsansa ki, bu insan sənə nə danışır və ondan irəli gələrək suallar verirsən, o insanı başa düşməyə çalışırsan. İnsanı spesifik. Çünki hamının özü haqqında danışmaq üçün ürəyə gedir. Bəli, var. Və sən gələndə insanı, nətər deyim, özünə dəyərli hiss etdirirsənsə, o insan ucu səndən yaxşı enerji ilə ayrılır. Və burada biraz artıq effort sərf eləyib, nətər deyim, insanı yaxşı hiss, özündən sonra yaxşı hiss saxlamaq lazımdır. Çünki first impression çox vacib rol oynayır. Ümumi networking skillına gələndə mənə elə gəlir ki, boş-boş yerə də networking eləməyə ehtiyac yoxdur. Hə, sözsüz ki, çoxlu tanışın çox böyük xeyri var, amma tanış keyfiyyətinin daha çox xeyri var. Məsələn, mən rektorla işlədiyim vaxt ərzində
fərqli şirkətlərin CEO-ları ilə, San Fransiskoda 3-4 dənə startapı milyonluq qiymətlərə satmış insanlarla, ə, fərqli high-end ofislərdə, restoranlarda menecerlarla, çünki qonaqlarımız olur, mən o qonaqları qarşılayıram. Mən bu insanlarla ünsiyyətdə olmuşam deyənə istər-istəməz mənim nətər deyim, outreach necə izah eləyim, yəni ki, əl çatmam, müəyyən şeylərə artıq İngiltərədə əl çatmam çox asandır. Mən bir nəfər insana ucu bazam var deyənə zəng eləyib rahat deyə bilərəm ki, zəhmət olmasa bu işi rahat görə bilərik. Çünki tanıyır məni və reputasiyanın qurulur. Ümumiyyətlə reputasiyaya da gəlincə, networking-də reputasiya da təbii ki, çox vacibdir. Çünki məsələn hamı deyir həmişə ki, vaxtı geri qaytaram məsələn. Reputasiyanı da geri qaytarmaq çox çətindir. Mümkün deyil. İnsan sənə bir dəfə güvənəcək, o güvəni təzədən sonra qaytarmaq Ən azından çox içində bir çətindir. xalq olacaq da. Yəni dəhşət effort alacaq və istər-istəməz insanın beyninin arxasında olacaq ki, görəsən yenə eyni şey təkrarlana bilər ya yox. Belə, yəni ki, amma bir də bir şey var ki, mən natural olaraq insanlarla danışmağa meylliyəm. Yəni ki, mən ünsiyyətçiyəm ümumi. Amma məncə üstündə işləsə lübo insan ona nail ola bilər. Mən də ona inanıram ki, bu bir belə deyəndə bu doğuluşdan gələn bir şey deyil. Yəni, Bunu təbii ki. inkişaf eləmək, o cəhətdə inkişaf eləmək Entuziazm rahatdır. olmalıdır. Ən azından cəhd eləməlisən. cəhd Yəni özümə eləməlisən. oturum dərdi salım ki, mən introvertəm, mən insanlarla danışa bilməyəcəm. İndi Cəmil gələcək, biz podkastı eləyəcəyik. Ömrümdə ikinci dəfədir kamera qabağında oturmuşam. Yox, amma mən əvvəlcədən inanırdım ki, dünənlərim samolyotda oturanda yuxulu olsam bilirəm ki, sabahlarım Cəmil gələcək. Fəridlə bizim ortaq dostumuzdur. Oturacağıq rahat-rahat müəyyən mövzuları danışacağıq, yaxşı keçəcək. Yəni burada mindset çox vacib rol oynayır. İş sahəsinə qayıdaq. İndi özün də istər-istəməz bilirsən ki, hər sahədə AI insanları qorxudur. Hamı gəlir ki, AI işlərimizi alacaq, biz nə edəcəyik? Səncə sənin sahəsində və tibbin özündə ümumən AI-ın rolu nə olacaq və AI insanlara kömək eləyəcək yoxsa iş yerlərinin əllərindən alacaq? Bunun düzgün cavabı nə olar mənim fikrimcə? AI-yı düzgün istifadə edən adam həmişə iş tapacaq. AI-yı bilməyən adam işsiz qalmağı mümkündür, bəli. Və fikirlərim nədir? Bizim bu müzakirə işdə də olub. Elə 1-2 həftə bundan qabaq işdə də belə müzakirə olub. Amma belə diskussiya deyirəm də, sənə bir 10 nəfər, hamı qışqıra-qışqıra, biri o fikri, biri o fikri, çox maraqlı diskussiyamız olub. Mən bir şeyin üstündə də dirəndim qaldım ki, mənim üçün AI çox yaxşı bir şeydir. Həyatı asanlaşdırır, işimi çox rahatlaşdırır. Qabaq elədiyim işi, bir saata gördüyüm işi bu dəqiqə 3 dəqiqə ilə avtomatlaşdırma ilə eləyirəm. Həkim və ya səhiyyə meneceri olmağıma baxmayaraq, mən IT-ni də bilirəm, Python-da yazıram, proqramda yazıram, platformada qururam. Bu həmişə hobim olub. Və hər şeyin avtomatlaşdırılması AI-dan mənə kömək gəlib. Mən kod yazmağı, mən vibe coding eləyəm deyək də. Mən heç vaxt oturub kod yazmamışam. Çox popülər. Çox popülərdir və çox istifadə və mən istifadə edəndə mənim tətbiqi çox asan bir şeydir. Yəni o qədər asan olub ki, yəni deyə yaxşı, bir proqram belə quranda arxitektor olursan da, düzdür, proqramın arxitektoru olursan. Ona arxitektor olan necə olursan? O bilgi lazımdır. Bilgi lazımdır, plus da vibe coding sənə kömək eləyir ki, sən onu qurasan, düzdür. AI həyatı çox rahatlaşdırır. Ona sözüm yoxdur. AI bəzən insanları necə deyim, mən yadımda da uşaq vaxtı olanda biz kitabı oxuyub əzbərə oxuyurduq. Başqa resurs var idi, Google var idi, məsəl üçün internet var idi, okey. Amma bu qədər resurs var bu dəqiqə. Deməyim odur ki, uşaq və ya mən əslində qorxum ən çox böyüklərə deyil. Mənim böyük qorxum uşaqlara idi. Hə, 2-ci, 3-cü, 4-cü, 5-ci sinifdə uşaqlar. O qədər AI çıxıb ki, nə bilim, bura nətərsə yazırlar. İstədiyi şəkli, istədiyi videonu özü elə ötürə bilirlər ki, elə rahat ötürə bilirlər ki, məlumatı. Adam deyir ki, yaxşı imtahan nə mən az qaldı bundan sonra da. Yəni cheating avoid edə bilmirsən. Adam çox qorxudur ki, yaxşı mənim özüm düşünürəm ki, yaxşı mənim uşağım bunu necə eləyəcək gələcək üçün də. Düzdür, çox fikirləşirdim ki, bu necə elə təhsili o qədər sıfır səviyyəsində olacaq yoxsa yox. Hesab edirəm ki, müəllimlər də AI-dan istifadə etməlidir, metodika ilə bağlı istifadə etməlidir. Uşaqlar da AI-yı düzgün şəkildə istifadə eləsə, inan ki, Faiq, məndən sənə bir yerdə təhsilimizi vur 5-ə, bizdən daha ağıllı olarlar. Çünki resurs o qədər çoxdur ki. Mən qabaq yadımdadır, biz dərs oxuyanda gedib kitabda səhifəni axtarıb, bəlkə bir dənə nəsə cümlə tapırıq və ondan da ziyade mən bir dənə şey mən həmişə vizual olaraq dərs oxumuşam. Özümə bir çırçoz çəkməsəm, bir diaqrama çəkməsəm mən onu başa düşmürdüm. Ümumiyyətlə həmişə indi işdə də beləyəm. Mənim işdə həmişə lövhəm var düz yanımda. O lövhə həmişə hər gün o lövhə təzədən silinir, təzədən yazılır da. O qədər rahatdır ki, AI-ya bir dənə demək ki, mənə bunu elə. Və o qədər sənin işini rahatlaşdırır ki, adama
Çox mənə Və çox nə qədər işim var istəsən də açıqcası. sual verib hər detalını Hər başa düşə detalını sənə bilərsən. deyəcək və ona görə də yenə də deməyim odur ki, iş yerləri əlindən alınacaq deyə bir şey olsa, deyək ki, həm öz sahəmdə, yəni səhiyyə sistemində, həm başqa sahələrdə bir çox iş yerlərini alacaq, bəli. Ona mən əminəm o olacaq. Amma insan faktorunu heç vaxt əlindən ala bilməzsən. Heç vaxt həkimi dəyişə bilmərsən. Çünki bu hiss var. Yəni düşünək İnstinkt, instinkt var və feeling, məntiq. yəni bu və hiss çox önəmli bir şeydir. Bir həkimin danışığı, hissi, onun ona verdiyi güvəni AI heç vaxt verə bilməz. Təbii ki. Məntiqlə düşünək də, biz insanıq, biz oxuyuruq kitabları və həkim oluruq, düzdür? Və bir çox case görürük həyatımızda. Yəni bir çox pasient case, yəni Case deyə bilərsən, rahat ol. Yəni ki, bir çox pasientlərin case-lərini görür və ondan təcrübə alırıq, düzdür? Düşünək ki, yaxşı bir AI agent yaratdım. Agentə bütün kitabları yeritdim. Hər кейsi buna göstərdim. Hər şey əzbərlədi. AI agent də həkim olmaq mümkündür. Hətta bəzi çətin qərarları məndən də yaxşı vermək mümkün ola bilər, amma o hissi yoxdur və o hiss olmayacaq. Onu eləyə bilməzlər. Ona görə heç vaxt belə major yerləri heç vaxt ala bilməz, bu imkansızdır. Amma hal-hazırda hal-hazırda yəqin ki, inkişaf eləsə yenə deyirəm, alacaq, çünki bu yaxın 1-2 ildə olan inkişafı AI-ın mən görürəm, inkişafı biraz şokdur. şokdur, biraz qorxudur, biraz işimi rahatlaşdırır, biraz rahat oluram. Amma cavabım həmişə bu cavabım qətidir ki, AI-dan istifadə edən AI-dan istifadə etməyi bacarmaq lazımdır. Bu hər sahəyə aiddir. Həkim olursan ol, yəni elm işçisi olsan ol, energetik işçi fərqi yoxdur. Sahənin önəmi yoxdur. AI bilməlisən. Nə olduğunu bilməlisən, istifadə qaydasını. O istifadə qayda dediyimdə o demək deyil ki, ChatGPT-yə yazaram ki, mən bunu nə etməliyəm, o mənə desin, mən də onu eləyim. O istifadə qaydası deyil. Onun istifadə qaydasını bilən bir şəxs uğurlu olmağı çox, özdə daha uğurlu olmağı Çünki indi bilən də azdıq. Bir də burada bir şey də var. Məsələn, bir çox insan bunu nəzərdə almır. Amma Ray Dalio adında bir dənə müəllif var. O böyük bir hedge fondun vaxtı ilə sahibi olub və o məsələn hedge fund nədir? Yəni ki, sən pul yatırırsan və gözləyirsən ki, pul əlavə investisiyadan pul qazanacaqsan da. O məsələn taktikasını nəyə üzərində qurub? Tarixi incələməklə. Məsələn, AI-da da biz tarixə baxsaq, AI dünyanın tarixindəki birinci inkişaf mərhələsidir ki, bundan əvvəl kompüterlərdə yarananda böyük bir şok oldu da hamı üçün. İnsanlar kompüter yaranandan sonra işləməyi buraxmadılar ki. Bəli. Kompüter düzdür, bir çox işi insanın əlindən aldı, amma eyni zamanda nə qədər iş yeri yaratdı. Eyni şəkildə bu. Təkana nə qədər kömək elədi. Ona görə oturub fikirləşmək ki, AI sırf ancaq iş yerlərini alacaq, AI gələcək bizi məhv eləyəcək. Yəni Yox, şey. mənə elə gəlir ki, çox sözsüz ki, inkişaf eləmək istəməyən insanları məhv eləyəcək. Bəli. Hə, sən yəni ki, oturub 90-cı illərin metodikası ilə, tətbiqi ilə indi işləsən, sən aktual deyilsən və aktual indiki dövrdə aktual olmaq çox vacibdir. Yəni ki, sən zamanın nəbzi ilə eyni xəttdə olmağa çalışmalısan. Düzdür. İndi inkişaf o sürətlə gedir ki, insanlar həmin sürətlə inkişaf Çatdırmaq eləyə bilməz, mümkün çatdırmaq mümkün deyil. Amma ən azından əlindən gələni eləməlisən. Çünki indi konkurensiya mənə elə gəlir ki, elə də yüksək deyil. Yəni ki, doğrudan da əziyyət çəkən, cəhd eləyən insan azdır. Elədir. Və ümumiyyətlə mən çox insan görürəm ki, həyatında heç nə eləmir. Heç bir yeni bir bacarağa sahib olmaq fikri yoxdur. Sırf ay mən bunu oxumuşam, mənim diplomum var, işləyə bilmirəm. O sual işlədə mən allergiya oluram. Mən o 2 universitet oxumuşam, Tək dərdləri odur ki, nə qədər necə eləyim, çox pul qazanım. Onun da bax, hamı birdən milyoner olmaq istəyir. Bu fikir fərq Azərbaycanda deyil, dünyada da hər. Dünyada Burada da daha çox görürəm. Mən 2 universitet oxumuşam və heç bir işə sahib deyiləm. Mənə iş vermirlər, Azərbaycanda iş yoxdur. Victim mindset-ə keçir də. Düşünürəm ki, yaxşı, nə oxumusan sual verirəm də. Maliyyəni oxumuşam, məsəl üçün də bakalavr. Və master IT oxumuşam da ki, yəni 2 dənə dəxilsiz bir sahə oxuyub. İndi mən bunu maliyyəni açıb prosta atdım dedim də. Deyirəm yaxşı, sən maliyyədə nəsə bilirsən? Mən maliyyəni oxumuşam, mən maliyyəni bilirəm. Deyirəm yaxşı, maliyyədən gəl bir iki dənə pis başa düşmə, yəni yoxlama adı ilə demirəm. Bazı sualları da, yəni sən bunu necə düşünərsən? Okay. Deyir mən business management oxumuşam. Yaxşı, SWOT analizindən bir şey deyə bilərsən? Deyirəm də. Adi bir çox belə basit suallar. Yəni ki, bunu bir zəhmət bil də yəni. təbii ki. Qadir ki, əşin o nə deyir Cəmil? O lazım deyil. O istifadə olunmur. Yaxşı, bəs niyə oxumusan? Nə istifadə olunur? Yaxşı, mən sabah bir iş yeri açacağam. Mən sənə niyə dəvət eləməliyəm orada? Mən sənə niyə pul verməliyəm? Mən sən borclu deyirəm ki, düzdür. Və onu anlamırlar və onu mən həmişə hesab oluram ki, həmişə deyəndə ki, Bakıda iş yoxdur, iş yeri var, mütəxəssis azdır. Mütəxəssis çox azdır. Və bunu mən deyəndə mənə deyirlər ki, əşi Cəmil, yox, sən düz fikirləşmirsən, mütəxəssis çoxdur, prosta iş yeri verən yoxdur, pul verən yoxdur. Başa sala bilmirəm ki, pul, valla adam var ki, burada da 10 min manat maaş alır. Adam var ki, burada ayda 4-5 min qazanır, xoşbəxtdir. Adam var ki, xaricdə iş tapa bilmir. İş tapa bilmir. Yəni xaricdə özdə hamının bu fikri ki, gedib rahat iş tapacaq. Iş tapacaq. Məsələn,
biz UK-yi görürük də. UK-də iş tapmaq Bakıda iş tapmaqdan çətindir. Səncə səbəbi nədir? İnsanların bazı həyat şəraiti o qədər asandır ki, yəni o qədər yaxşıdır ki, yaxşı nə mənada? Məsələn, Azərbaycanda minimal həyat şəraiti UK-dəkindən daha aşağıdır. Bunun söhbəti ola bilməz. UK-dəki minimal həyat şəraiti kifayət qədər rahatdır deyənə, insanlar özlərinə əziyyət vermək istəmirlər. Sən əziyyət vermədincə, əziyyət verməyən cəmiyyətdə inkişaf eləyə bilməz də. Yəni ki, sən inkişaf eləmək üçün pain olmalıdır və sən əziyyət eləməlisən, nəyisə təzəliyib, yəni fikirləşməlisən, əziyyət çəkməlisən. Orada insanlar əziyyət də çəkmək istəmir və işləməyə də çox meylləri yoxdur hal-hazırda. Yəni mən o meyli görmürəm. Ən azından mən rektora indi keçim. Mən rektorla 2 ildir işləyirəm də. Mən fərqli sahələrdə, universitetin fərqli sahələrindəki insanları görürəm, fərqli şirkətlərdəki insanları, klientləri görürəm və görürəm ki, insanlar işləməyə can atmırlar. Yəni ki, onun dərdindədirlər ki, 9 to 5-ımı oturum, sonra gedim dincəlim. Amma eyni zamanda da daha yaxşı maaş istəyir. Yəni ki, ölkəni günahlandırır və belə deyim, yəni sən bu mindsetlə yaşaya bilərsən, amma onda özündən böyük gözləntin də olmamalıdır. Yəni ki, əgər qeyri-adi nəyisə nail olmaq istəyirsənsə, qeyri-adi iş göstər. İş əziyyət çəkməlisən də. Yəni ki, hamı kimi oturub 9 to 5-ı işləyəndən sonra mən geyim rahat dincəlim ola bilməz. Rektorla işimə gələndə, bilmirəm suala cavablandıra bildim ya yox. Başa düşdüm belə. Amma rektorla işə gələndə rəsmi sahəsi odur ki, mən onun research assistantıyam və axırıncı 2 ildə biz 2 dənə research paper buraxmışıq. Hal-hazırda indi başqa bir proyektin üstündə işləyirik Kitaylı klientlərimizlə. Mən əslində NCM var, yəni bir çox şey haqqında danışa bilmərəm onun haqqında, amma ümumi researchdur və fərqli iş sahələrindəki insanlarla, yəni bizə uyğun iş sahələrindəki insanlarla danışıqlar aparıb onları research-a involve eləmək, klient kimi və onları serve eləmək, belə deyək. Ən qısa, ən danışa biləcəyim Hər şey başa düşdüm. şəkildə budur. Başa düşdüm əla. Bəs oradan nə vaxt qurtaracaqsan sən universiteti? Bakalavr Mən təhsili. qurtaracam gələn il inşallah. Gəlin qurtaranda. Bu il indi 3-cü kursdan 4-cü kursum qaldı bir də. Ha, sizdə 4 ildir orada. Edinburgh, Şotlandiyada fərq odur ki, 4 ildir, İngiltərədə 3 ildir. Okay. Bəs fikrin nədir sonra? Mastermi oxumaqmı, işləməkmi, Bakıya qayıtmaqmı? Mən əslində masteri hal-hazırda heç fikirləşmirəm və ona görə də ətrafımdakı hamıdan böyük bir sual alıram ki, necə yəni sən belə research sahəsindəsən, bu boyda proqres eləmisən, necə davamını gətirib oxumaq istəmirsən də, yəni ki. Mənə elə gəlir ki, master elə bir şeydir ki, sən gedib işləməmiş. Mən məsələn hələ ki öz sahəmdə, yəni ki, gedib kimya mühəndisi kimi BP-də və ya Sokarda gedib hal-hazırda işləməmişəm. Bugünkü günə işləməmişəm. Ona görə durum deyim ki, mən işləməmiş gedəcəm, petroliumun hansısa konkret sahəsini oxuyacam. Mən heç görməmişəm. Mən görmədiyim şeyi oxumağı, mən boş yerə oxumağı mənasız bilirəm özümə. Ona görə hal-hazırda elə bir planım yoxdur. Rektorla qalıb işləyəcəm sualına gəlincə, mənə elə gəlir ki, o hamısı ondan asılıdır, məndən çox. Amma öz sahəmdə müəyyən bir vaxt işləmək istəyirəm. Oxumamışam. Yəni Edinburghda özündə, yoxsa Londonda, yoxsa Bakıda? Xaricdə baxır hansı şərait olur. Mənə elə gəlir ki, Bakıda məsələn mən xarici şirkətdə işləmək istəyirəm və əgər gəlib Bakıda xarici şirkətdə işləyə bilsəm, heç də ona qarşı deyiləm. Mən sadəcə öz prioritetlərimi bilirəm əsas, ona görə də o baxımdan rahatam ki, yəni 1-2 il öz sahəmdə işləmək, öz sahəmdəki insanlarla tanış olub networkumu oradan da qurmaq. Çünki kimya mühəndisliyi sahəsindəki insanlar çox bacarıqlı və çox nətər deyim, efficient insanlardır və o networkda olmağı, o networkda da inkişaf eləməyi daha çox istəyirəm. Və hal-hazırda məsələn sənə sual verdim ki, təhsil yeri seçsəm nəyə əsas olaraq seçərsən? Mən məsələn networka, həmin ərazidəki networka çox baxıram. Məsələn Edinburgh çox sakit bir yerdir. Mənim kimi insan üçün əslinə qalsa deyərdim ki, mənə görə uyğun bir yer deyil. Çünki mən dayanmağı xoşlamıram. Mən postanı bir işdən tutum, nəsə görüm, nəsə eləyim. Prosta mənim bəxtim gətirdi ki, mən 1-ci kursdan rektorla işləməyə başladım deyənə, mənim onsuz dayanmağa vaxtım yoxdur. Postanı daima fərqli proyektlərin üstündə işləyirik və özümdə daima əlavə nəyinsə də üstündə işləyirəm. Təkcə rektor işi ilə kifayətlənmirəm. Və məsələn sırf baxsaq ki, hansı yerlərin networku güclüdür.
mənim gözümdə hal-hazırda Londonda, San Fransiskoda, bəlkə də Amsterdam, Dubay düzdür. Dubay və Bakı. Prosta Dubayda yenə də Azərbaycanlı çoxdur. Mən də gedib burada o mühitə düşüb rahatlanmağı istəmirəm. Komfort zona düşmək. Komfort zonasına düşmək istəmirəm, hə. Azərbaycandan da məsələn xaricə getməyin məsəl səbəblərindən biri də o idi ki, burada ailəmin komfort zonasında oturub rahat həyat şəraiti yaşamaya özümə bir sınaq olsun. Manchester mənim üçün kifayət qədər böyük bir sınaq oldu. Sən Ona görə foundation deyirsən, orada oldu. Foundation Manchesterdə oxudum, ondan sonra keçdim. Amma Manchester necə idi? Manchester mı, Edinburgh mu səncə? Manchester gəzmək istəyirsənsə Manchester. Olmuşam orada. Hə, yəqin Maraqlı görmüsən. idi. Maraqlı. Maraqlı Yəni ki, idi. mən deyəmmərəm ki, maraqsız bir yerdir, maraqlı yerdir, amma mən Manchesterdə bəlkə də 16 yaşım var idi, bəlkə də pis perioduma düşdü prosta. Amma o qədər çətinliklə, o qədər problemlə qarşılaşdım, o qədər konfliktli situasiya ilə qarşılaşdım ki, o şəraiti dəyişməli idim. Çox riskli Edinburgh daha qərar idi sakit əslində, şey. amma yəni ki, o riskə getdim. Edinburgh özlüyündə sakit yerdir. Mən orada öz çevikliyindən ətrafımı elə qurmuşam ki, hər şey qaydasında gedir. Elə işdən danışmışkən, sən özün, yəni ki, sən bilirəm ki, Londonda iş tapmaq mən çox istoriya eşitmişəm, yəni çox şey eşitmişəm. Çox çətin bir şeydir də. Sən özün Londonda necə iş tapdın və necə gəldin, çıxdın yerə? Çünki mən bildiyim qədər hal-hazırda rəhbərə bənzər bir pozisiyada işləyirsən. Başlayacağam oradan. Deməli, mən UCL-da oxuyanda, deyəsən 3-cü və ya 5-ci ayım idi. Qərar verdim ki, mən ən azı Londonda bir müddət işləyib elə Bakıya qayıdacağam. Hardasa mart ayı və fevral ayı idi artıq. Mən CV-lərimi göndərməyə başlamışdım. Və bilgisiz idim. Yəqin uşaqlar, UK uşaqları bunu bu podkastda eşidəcəksə, ən böyük məsləhətim odur ki, internshiplara başvursunlar. Dərhal mən yüksək pozisiyada işləyəcəm deyə bir xəyal qurmaq çox ağılsız bir şeydir. Mən o xəyalı qurmamışam, amma quranları görmüşəm və o qədər vaxt itirirlər ki, ondan belə heç bir mənasını görmürəm ki, niyə bunu edirsən. Çox naif pozisiyadır. Çox. Yəni yox, mən senior manager pozisiyasına gedəcəm. Yəni niyə də? Yox da niyə də? Yəni niyəsə olunca yox da, indi mənim CV-m yaxşıdır axı. CV-yə hər şey yazmaq o demək deyil ki, sənin CV-in yaxşıdır. CV-yə bir evidence verməlisən də. Mən bunu elədim və necə, nə iş gördüm orada onu verməlisən. Nəyə nail oldun? Hə, nə eləmisən də orada. Biri yazır mən bu fondu qurmuşam, biri yazır mən bunu eləmişəm. Okay, bir evidence var? Yox. Evidence deyirlər axı adamdan. Yox. Heç monitoringdən keçmir. Belə CV-lər heç AI monitoring var deyə bir şey var. Bu dəqiqə böyük şirkətlərin çoxsunda AI monitoring deyə bir şey var və onu aldada bilmərsiniz. Orada o qədər detallı bir şəkildə bir incələmə var ki, onu aldada bilmək imkansız bir şeydir. Birinci işim başlamışdı internship, bir startup var idi. Healthcare startup idi. Orada intern kimi başladım. Outreach specialist idim. Adi, prosta mail göndərirdim, maila cavab verirdim. Belə ciddi bir işim yox idi açığı, amma maraqlı idi. Mühit çox maraqlı idi. Mənə çox xoşuma gəlirdi. Və orada ola-ola mən desəm ki, günə 300 dənə application göndərmişəm, inanarsan. Və günə 300 dənə, onu yəni 300 dənə application günə göndərirdim. Və bu sənə easy apply deyil ha, LinkedIn-dəki easy apply. Yox, başa düşürəm. Mən onsuz da başa düşürəm ki, mənim məsələn rektorla gəlib işləməyim böyük bir bəxtdir. Yəni ki, hər nə qədər bacarıq olsa da, əlavə eləyəcəm. Bəxt nəmlidir. Yəni onu deməyəcəm ki, düzgün vaxtı düzgün yerdə olmağı bacarmaq o çox önəmlidir. Bəli, o çox önəmlidir. Və günə 200, 250, 300 application göndərirdim mən. O və mənim hardasa 6-7 dənə CV-m var idi. Hər məsələn analistə göndərəmsə analistə uyğun idi. Konsultantın ona uyğun idi, menecerə ona uyğun idi. Hər şeyə uyğun bir CV-m var idi və həmişə fikirləşirdim ki, mənim bu CV-mə 5 dənə cavab gəlir, o CV-mə heç cavab gəlmirdi. Mən o CV işləmir. Ağlımda belə bir struktur qurmuşdum. Internship eləyə mən iş tapdım klinikada, öz sahəmə uyğun, həmişə öz sahəmə uyğun axtarırdım və o da çox önəmlidir. Heç vaxt başqa sahəyə qaçım. Mən menecment oxumuşam. Okay, mən orada da operations manager ola bilərəm, burada da ola bilərəm. Elə bir şey yoxdur. Operations manager nə deməkdir? Sən idarəçisənsə, əgər sən bilmərsən kimi idarə edirsən, sən kimi idarə eləyəcəyini bilməyəndən sonra sən ha getdin orada operations manager oldun. Sən orada uğurlu ola bilmərsən. 5 gün işləyəcəksən, 6-cı gündə səni işdən çıxaracaqlar. Bu UK-dir. Burada işmiş kimi saxlanmır. Və NHS-də iş tapdım. NHS xəstəxanasında iş tapdım. Maraqlı idi təcrübə kimi. Maraqlı olmağı 100%. Maraqlı idi. Xəstəxana idi. Xəstəxanada resepsiyon kimi başlamışdım. Özümə sual verirdim ki, uşaqlar mənə deyirlər, Cəmil, Azərbaycanda bir şirkət təşkiçi oldun, həkimliyi oxudun, menecerliyi oxudun və ondan sonra getdin resepsiyonist oldun. Dedim, bəli oldum. Niyə də yox?
hamı Nədənsə deyir başlamaq və lazımdır. onu O başa çox sərt düşmürlər ki, mindsetdir niyə Azərbaycanlı dedim uşaqlarda. ki, uşaqlar, əgər mənim bir skill setim varsa, mən deməli promotion alıb yuxarı gedəcəm də, yox. Özüm özümə verdim mesela. Elə olurdu ki, məni göndərirdilər arxivə. Arxivdə dediyim bir dənə köhnə bina idi onsuz da. Elə bina idi ki, girirdim, çıxanda palçıq kimi çıxırdım. Özüm özümə baxırdım, bir pul da verirlər axı. Adama çox xoş gəlir ki, o qədər pul. Baxırdım özümə, hər yerim palçıqdır. Baxıram ki, Cəmil, sən bunu özünə niyə eləyirsən? Get Bakıda Unionun içində otur, adam kimi işlə də. Özüm özümə deyir. Hə, rahat işlə də. Sonra baxırdım, özümə o qədər ləzzət eləyirdi həqiqətən. O ilk maaşımı aldım. Maaş da çox almamışdım, nə yalan deyim. Amma o maaşın alanda part-time işləyirdim. Part-time da maaşı özün bilirsən də, yəni çox da deyil. O qədər ləzzət elədi ki, o maaş mənə ki, oyda. Neujeli UK-də, UK-də mənim xəyalım idi də, UK-də işlə, UK-də UK-dən ümumiyyətlə maaş al. birinci pul qazanmaq çox Çox, xoş bir hissdir. özdə çox. Çünki bilirsən ki, özündən başqa heç kəs kömək eləməyib də sənə. Yox, Yəni hətta ki, özün elə bizə hər şey tam sıfırdan. sıfırdan Yəni özün çox eləmisən. maraqlı idi o təcrübə. Üstə 2 həftə rovnaki vaxt keçdi. Promotion aldım administratoram. Bir həftədən az vaxt, 3-4 gün içində də administrator işlədim. Onlar bir proyekt var, proyektlərini qurdum və məni direktor müavini qoydular İbn Xəstəxanada. Təbii ki, həm Cəmilin belə tez inkişaf eləməyinin səbəblərindən biri də odur ki, Cəmil startapda idi. Yəni ondan əvvəl startapda idim. Startapda çox şey. Bu xəstəxananın işidir. hə. Bu xəstəxanada startapa mənə çox kömək elədi. Necə? Xəstəxanada startapda mən çox tez işləməyi öyrəndim və tez düşünməyi, tez qərar verməyi, Ümumiyyətlə proyekt startup qurmağı. environment çox dinamik bir environment. Deyəcəm, sonra da deyəcəm startap niyə önəmlidir. Xəstə direktor müavini oldum. İşlədim hardasa 2 aya yaxın və yenə də dayanmadım. Otururdum evə, işdən evə gələn kimi başlayırdım yenə apply eləməyə. Daha yaxşı yerlər, daha yaxşı, niyə yox, niyə dayanım? Ən axırıncı iş yerim, indi işlədiyim yerim Asterix Health-dır. Startapdır. Health, amma startap deyil, axırda produktu da var uje və satışı da var, klienti də var. Əslində çox da startap kimi sayılmaz. Artıq işləyən bir şirkətdir. Maraqlı bir yəni healthcare sahəsidir, öz sahəmdir və ora Clinician Operations Associate rolundayam hal-hazırda. Maraqlısı odur ki, həmişə sual verəndə mənə ki, Cəmil, xəstəxanada direktor müavini oldun, niyə getdin startapa? Başa saldım ki, xəstəxana işi gözəldir, sevdiyim işdir və bacardığım və həqiqətən də oxuduğum iş olsa belə, startapdakı mənim inkişafım, şəxsi inkişafım, yəni o qədər yüksəkdir ki, yəni mən direktor müavini olalı işlədiyim çox şey üzərində işlədim, proyektlər çox idi, hər şey işləyirdi, maraqlı idi, amma startapda orada 1 ay elədiyim şeyi startapda 3 gün eləyirəm. Və dəfə verməsəm bilirəm ki, işdən çıxaracaqlar. Və o environmentda o qədər böyüyürəm ki, yəni kod yazmağı, platforma hamısı o startapda olub. 3-cü ayımda startapda işlədiyim axırıncıda. Və deyirəm hər günündən xəz alıram ki, doğrudan da elə bir environmentda işləyirəm və sabah da öz biliyimi də, səhiyyə olan bir bacarıqlarımı da ölkəyə qayıdıb onu tətbiq edə bilsəm, həm burdakı xalqa yararlanacaq, həm də ki biliyimi başqasına Tətbiq eləyə biləcəksən. Tətbiq eləyə biləcəyim yerdə olsa, təbii ki, burada eləməyi daha çox istəyirəm. Ona görə də o environment çox önəmlidir və yenə dediyim kimi dayanmaq, motivasiya o qədər önəmlidir ki, ümumiyyətlə bu iş tapmaq konusunda iş tapmaq çətindir. İmkansız deyil. Onu həmişə demişəm, imkansız deyil. Elə uşaqlar var ki, İnanırsınız ki, imkansız olacaq, amma Bəli. gələ inanasınız ki, tapa mən biləcəm. hər səhər oyananda deyirdim ki, bu gün mənə intervyu gələcək. Hər səhər deyirdim mən bunu. Öz-özümə deyirdim. Oturmuşdum, heç kim də mənə təkəm özdə. Dəli kimi danışırdım özümdən ki, yox, bu gün mənə intervyu gələcək. Həqiqətən gəlirdi. Doğrudan özünə inananda nəyisə can atanda o olur. İntervyuların sayı çox idi. İntervyuların sayı dəhşət çox idi. İntervyuya da hazırlaşmaq çox önəmli bir durumdur. Yəni ay mən durum intervyuya belə gedim, danışım, improvizasiya eləyim. O da çox da işləmir. Düzdür, mən həmişə gedəndə improvizasiya eləməyi daha çox seçirdim. Çünki improvizasiya eləyəndə baxma, rahat olursan, düşünmürsən, öz bacarığı ki bilirsən, yenə deyirəm, həmişə atamın da sözü var idi, Cəmil, biləndə rahatdır. Yəni sən bir şey biləndə zaten avtomatik confidence-sən də, yəni ki, bilirsən. Rahatsan, oturub danışacaqsan da. Yəni yəni bir işləmədiyində ki, tutaq ki, mən axırıncı intervyum, bu işdəki intervyum, axırıncı final intervyum 2 saat yarım idi. Düşə bir 2 saat yarım mənə qoydular lövhəyə ki, davay Cəmil, bu proses bizim prosesimiz budur. Bunu tezləşdirməyi ən azı vizual olaraq bizə göstər. Sən o anda artıq düşünməlisən ki, mən bunu necə eləyim? Elə bir şey eləməliyəm ki, məntiqli də olsun. Okey desələr gərək bunu tətbiq eləyəsən, o da var. Maraqlı təcrübə, yenə deyirəm, indi də orada işləyirəm, təcrübəmi qazanmağa çalışıram. Gündən-günə də istəyirəm ki, daha yetişmiş kadr deyilir də Azərbaycanda. Elə bir kadr olum və belə, yəni iş cəhətdən Londonda tapmaq çətin olsa belə imkansız deyil. Bir var ki, sən gəlsən hansısa şirkətdə 10.000 birinci adam olursan, bir də var ki, sən gəlsən startapda 20-ci ya 15-ci adam olursan, uca sən istərsiniz bir kompaniyada 15-ci adamsan, sən deməli həmin kompaniyanın ən əsas mühəndisi ilə də və CEO-su ilə də kontaktda olursan. Və
o təcrübə Böyüyürsən. qat-qat daha maraqlıdır və qat-qat daha çox şey qatır sənə, nəinki gedib hansısa Böyük. nə bilim, Big Four şirkətində Big Four-da həmişə işləmək istəyirəm. Hətta healthcare sahəsində də çox yerlər var, amma dərhal ora atılmağım düzgün deyil idi. Və dərhal oradan yaxşı bir pozisiyada mənə cavab gələcəyini düşünməyi ağılsız olar. Niyə də yox? 1 il yox, 2 il yox, 3 il sonra, bəlkə də 2 il sonra bilmək olmaz. Ya, bilsəm ki, mən hazıram, bilsəm ki, ora gedib orada rahat işləyə biləcəm, niyə də yox? London olsun, Azərbaycandakı filiallar olsun, heç bir fərqi yoxdur. Hər yerdə işləmək mümkündür. mənə elə gəlir ümumən çox maraqlı bir Mən də conversation çox oldu. Ümid xoşum, çox edirəm sağ ol ki, çağırdığın kimsə, üçün. yəni insanlar buna baxıb nəsə əldə edə bilərlər. Axırıncı sualımı verəcəm və bunu bəlkə çalış belə fikirləş, belə deyə də həm cavanlara bir məsləhət kimi saxla, həm də özünün reflection kimi. Sən qayıdıb 16 yaşındakı Cəmilə nə məsləhət verərdin? Çox sadə 3-4 dənə məsləhətim olacaq ki, həmişə özünüzə güvənməlisiniz. Hər bir hərəkət addım attığınızda 3 dəfə düşünüb elə hərəkət etməlisiniz. Və heç vaxt bugünün işini sabaha qoymayın. Çünki vaxtdan dəyərli həyatda heç nə yoxdur. Onu bilsəz, məncə çox uğurlu olacaq hər şey. Və hər kəsə inanıram ki, bu podkastda kömək olacaq. Sən də çox sağ ol çağırdığın üçün. İnşallah bu axırıncı da olmaz. Yenə də belə indi ikimiz də başqa İnşallah. ölkədəyik. Yenə qaydanda yenə də belə bir şey eləyə bilərik. Gələn də Fərdi çağırmaq. Hə, inşallah üçümüz də bir yerdə, niyə də yox, maraqlı bir podkast alınar.